Herkese salam, kanalıma hoş gelmişsiniz. Müğənni Aysun İsmailova sosyal medya hesabında kızı Sevci ile birlikte yepyeni videolar paylaşıp Aysun İsmailova kızı Sevci ve prodüseri işçileriyle birlikte istirahətə yollanıb. Həmin videolar izleyiciler tarafından maraqla qarşılanıb. Biz de sizlerle yepyeni videoları paylaşırıq. Videonu izleyip xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abone olmağı unutmayın. Ve budur, geldik. Turgut Travel'ın transfer maşını geldi bizi karşılamağa. Sevuş geç qabağa sen. Aygün sen orada Sevgi oturamaz. Sen bura geç. Rahat oturun. Biz üçümüz arkaya keçərik. Məsi keç. Keç keç. Uşaqlar əl eləyin. Nasıl olsun? Anam nasıl olsun aşkım? Bıklarına bak. Smoking cigarettes, as well as electronic cigarettes and any nicotine delivery devices on board are strictly forbidden. Dear passengers, after placing your items in the overhead compartment, for your safety and the safety of passengers around you, please take your seat, fasten your seatbelt, and keep the aisles clear. If you need any assistance, please don't hesitate to ask one of our flight attendants. Thank you for your attention. سيداتي والسادة، مرحبا بكم على محور الجوية الأذربيجانية. أعزائنا الركاب، نرجو منكم Qatdıdı kızım. İlk dəfədir qarpız yer seviyor. Az sənə qurban olum. Dudağa bağlı. Maşallah balama. Ye, deyirsən də ye. Yer. Yer kızım. Deməli uşaqlar, hal-hazırda Rixos Qatardayıq. Çox gözəl oteldir. Yeməkləri çox dadlıdır. Mənzərəsi möhtəşəmdir. Hər otağın mənzərəsi dənizə baxır. Yəni bizdə 3 otaq var. Üçü də dənizə baxır. Çox gözəl oteldir, bəyəndim. Hal-hazırda Ramazan ayına görə bir tək akvapark işləmir. Qalan hər şeylə istifadə edə bilirsiniz. Bir də otaqdan çöldə, otaqdan kənar iftara qədər yemək, içmək yasaq, yəni olmaz. Otağınıza amma nə istəyirsiniz, yemək, içmək sifariş edə bilərsiniz. İftardan sonra hər şey sərbəstdir. Çox gözəldir, çox bəyəndim. Çox maraqlı çəkilişlər eləyib paylaşacağım, mütləq izləyin. Sevgi buranı çox bəyənib, ən önəmlisi mənim üçün ondur. Çünki uşaqlar üçün hədsiz çox əyləncə var. Ən böyük akvaparkda buradadır deyərdim. Axır ki gəldik, çıxdıq Dohaya. Təbii ki, hər zamanki kimi bu dəfə də tətilimizi Turgut Travel planladı. Otağımızla sizi tanış etmək istəyirəm. Bu otaq Family Room adlanır. Yəni ailə otağı adlanır. Çox gözəl, geniş bir otaqdır. Çox gözəl bir qardırob qarşılayır bizi. Hamam var, amma orayı göstərə bilmirəm çünki Sevgi xanım oradadır. Egzotik meyvələr və çox dadlı şirniyyatlar birini yemişik. Təbii ki, bütün Turgut Travel'ın müştəriləri belə özəllə qarşılanır. Sizi mənzərəmizlə tanış edin. Mənzərənin gözəlliyinə bir baxın. Bizim diğer otağımız. Burada da bizi bir gardırob qarşılayır. En çok hoşuma gelen şeylerden biri de oldu ki siz ailənizlə Rixosa gəlsəniz, uşağınızın yanında uşaq şampunu falan gətirməyə ehtiyac yoxdur. Çünki burada hər bir şey var uşaq üçün. Böyüklər üçün də ehtiyac yoxdur. Çünki çox gözəl bir markadan istifadə olunub. Hər şey L'Occitane'dır. Bu otağın da mənzərəsi möhtəşəm. Dəniz mənzərəlidir family roomlar. Ailənizlə, ailə dostlarınızla, övladlarınızla bərabər Rixosda möhtəşəm tətil edə bilərsiniz. Gəldik, çatdıq otelə. Demək, burada hal-hazırda Ramazana görə bir çox restoranlar işlənmir. Yalnızca bir restoran var ki, günün hər saatında yemək verilir. Amma Ramazan ayında belə
Otağınıza istədiyiniz yeməyi, içkini sifariş edə bilirsiniz. Akvapark Ramazana görə çalışmır, amma deyərdim ki, gördüyüm ən böyük akvaparkdır. Yeməkləri çox dadlıdır və uşaq üçün doğrudan çox dadlıdır. Və Ülker hər şeyi bəyənməyən adamı da bilirsiniz, kaprizli bacım. Amma buranın uşaq üçün seçim dəhşət çoxdur. Aygünün yaralı yeri o idi. Aygün özünə su pişirib gətirmişdi uşağa. Deyir, Aslıxan, bir səhəm heç pişirməzdim. Mənim üçün ən önəmli şey odur ki, uşaqları oteldə düşünsünlər və dediklərinə görə burada səhər saat 10-dan axşam 11-ə qədər uşaq əyləncəsi var və çox böyükdür. Hamısını bir-bir göstərəcəm. Akvaparkın böyüklüyünü göstərirəm sizə. Və deyəsən, dəqiq bilmirəm, amma soruşaram. Hal-hazırda akvaparkda təmir gedir, daha da böyüdürlər. Çox böyük akvaparkdır. Uşaqları bura səhər qoyursunuz, axşam götürürsünüz. Sürpriz! Sabah səhər ana-bala maraqlı videomuz olacaq. Gözünüz Instagramımda olsun. Senin o balaca şirin ellerine ben özüm kurbanım, o temiz Smoking cigarettes, as well as electronic cigarettes and any nicotine delivery devices on board are strictly forbidden. Dear passengers, after placing your items in the overhead compartment, for your safety and the safety of passengers around you, please take your seat, fasten your seatbelt, and keep the aisles clear. If you need any assistance, please don't hesitate to ask one of our flight attendants. Thank you for your attention. سيداتي والسادة، مرحبا بكم على محور الخدمة الجوية الأذربيجانية. أعزائنا الركاب، نرجو منكم Smoking cigarettes, as well as electronic cigarettes and any nicotine delivery devices on board are strictly forbidden. Dear passengers, after placing your items in the overhead compartment, for your safety and the safety of passengers around you, please take your seat, fasten your seatbelt, and keep the aisles clear. If you need any assistance, please don't hesitate to ask one of our flight attendants. Thank you for your attention. سيداتي والسادة، مرحبا بكم على محور الخدمة الجوية الأذربيجانية. أعزائنا الركاب، نرجو منكم